Salam, mən Qasımov Ərzuman Arifoğlu. Ucar rayonun Türkəti kənd sakini. Aprel ayının 3-də ünvanlı dövlət sosial yardıma müraciət etdim. Aprel ayının 18-i mənə imtina gəldi. İmtinada da bildirdilər ki, yəni mənim telefonuma gəlməyib. 142 çağrı mərkəzinə zəng elədim. Orada mənə bildirdilər ki, sizə imtina verilib. Mən imtinanın səbəbini öyrəndim. İmtinanın da səbəbini mənə dedilər ki, mən ailəm 5 nəfərdən ibarətdir. Mən, həyat yoldaşım, 3 evladım. Ərzə baxışı zamanı 6-cı şəxs aşkarlanıb. Mən də dedim ki, 6-cı şəxs kimdir ki? 6-cı şəxsin adı olmalıdır, familiyası olmalıdır. Deyir, o bizim sistemdə görsənilmir. Gəldim Ucar rayonunun Savecə. Orada yaxınlaşdım Savecin müdürünə. Mənə dedilər ki, get qeydiyyat şöbəsinə. Getdim qeydiyyat şöbəsindən də Kübra xanıma yaxınlaşdım. Mənə orada bildirdilər ki, ailəm 5 nəfərdən ibarətdir, 6-cı şəxs yoxdur. Yəni mənə qanunsuz imtina verilib. Ailəm 5 nəfər, 3 az yaşlı evlat. Birinin 6 yaşı var, birinin 4, birinin 3. Bəli, 2 oğlan, 1 qız. Gəldim torpaqdandır, kənd təsərrüfatı ilə məşğulam. Yəni digər evlatlarımı saxlamağa heç bir imkanım yoxdur. Mən də buradan cənab prezidentə səslənirəm ki, mənim maddi vəziyyətimi nəzərə alıb mənə köməklik etsin. Yəni bu qanunsuz bir şeydir. Yəni günah bunların ola, sistemin ola, deyil sistem sizə imtina verir. Yaxşı, 15 iş günü mənə dedilər ki, gözlə. 15 iş günündə gözlədim. Gözləyəndən sonra yenə mənə imtina gəldi ki, bərpa olunma. Texniki şöbəyə yönləndirilmişdi. Deyil, texniki səhvdir. Yaxşı, texniki səhvdir, bərpa olunsun. Yəni bərpa olunmayıb, mən qalmışam. 6-cı şəxsin mənim nümayəndəlikdən, icra nümayəndəliyinə arayışım var. Asan xidmətdən, Kürdəmir Asan xidmətindən ərzəm var. Yəni bu təqsirlənib ki, ailəm